Əziz dostlar, gəlirik əsas məsələyə. İmtahan vaxtını bir ay qalıb desəm, nə deyərsiniz? İmtahanın bitməsinə, başlamasına bir ay vaxtınız qalıb desəm, nə deyərsiniz? Sualı təbii ki, sizi təəccübləndirdi. Bu müəllim niyə belə deyir? Əziz dostlar, bizim ən böyük yanlışımız oradadır ki, biz imtahana hazırlaşanda, bizim onsuz da 3 ayımız var, bizim onsuz da 5 ayımız var deyib, biz nə edirik? Rahat davranırıq. Və imtahana hazırlaşarkən biz deyirik ki, onsuz da mənim 3 ayım var, indi oturum biraz filmə baxım, oturum biraz dostlarımla, yoldaşlarımla görüşüm, biraz game PlayStation oynayıyorum, onsuz da hələ 5 ayım var da mən çatdıracam. Bu düşüncə ilə biz yola çıxırıq və nəticə etibarilə bir də baxırıq ki, 5 ay gəldi, bitdi və biz hələ də o düşüncədəyik ki, hələ 1 ay var, hələ 10 gün var, hələ 15 gün var, axşam oxuyaram deyə biz imtahanı gətirib son günə saxlayırıq və son gündə də çatdıra bilməyənmə başlayanda çox şey bilmədiyimizi görəndə nə edirik? Həyəcanlanırıq, stresə düşürük, təşviş yaranır və nəticə etibarilə biz daha çox bildiklərimizlə nə etməyə başlayırıq? Unutmağa başlayırıq. Və gedirik imtahanda nə edirik? Tərbiyirik, həyəcanlanırıq, ora-bura sağa-sola baxırıq ki, mən kimdən köçürə bilərəm, öz fikrimizi imtahana yönəldə bilmirik. Əziz dostum, bəs bunun üçün nə etmək lazımdır? Bunun üçün mənim sənə bir dənə çox möhtəşəm bir tövsiyəm var. Tövsiyə nədən ibarətdir? Mən bunu özüm də elədiyim üçün sizlərə də tövsiyə edirəm. Əziz dostlar, düşünün ki, imtahanın bir ayımız var. Bir ay. Özünə bir kalendarda qoy qabağına və yaxud da telefonunda hər gün WhatsApp-ına və yaxud da telefonda gördüyün yerə günü yaz. Bugün belirlə. Deyən ki, məsələn, dekabrın 30-una kimi mənim vaxtım var, yanvar ayında mənim imtahanım var. Və hər gün özünə kalendar qoy. Hər gün günün getdiyini yaz və hər gün bir ay qaldığını özünə göstər, xatırlat və özünə proqram çiz, özünə disiplin qoy, saatlar qoy və bir ay rutinlə dərs oxumağa başla, dərsləri hansı saatda, hansını oxuyacağını müəyyənləşdir və çalışmağa başla. İlk öncə əlində olan telefonu bir ay müddətinə kənara qoy. Əlində olan bütün nömrələri, bütün sosial şəbəkələri bir aylığına sil. Bir aylıq dondur. Telefonu bir aylığına ver valideynə gizlətsin. Ehtiyacın olsa belə çalış götürmə. İkinci, sənə bir metod deyirəm. Beynində güllə metodu. Düşün ki, sənin beyninə bir dənə tapança dayayıblar və sənə deyirlər ki, sənin bir ayın var. Bir ay ərzində sən bu mövzuları bitirdin, bu imtahanın yüksək nəticə bitirdinsə, sən qızıl qazanacaqsan. Əgər bitirmədinsə, buradakı güllə açılacaq. Düşün və o formada hərəkət etməyə başla. Bunun adı beyində güllə texnikasıdır. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, sən hər zaman beynində nə edirsən? Beynində bir nəsə olduğunu bilirsən və sən çalışırsan. Və yaxud da düşün ki, sənə deyiblər ki, sənin bir ay vaxtın var və bir aydan sonra sən o ali məktəbə qəbul olacaqsan. Gözün önünə gətir ali məktəbi və 30 günü və qərarlaşdır ki, mən bu 30 gün ərzində bu ali məktəbə qəbul olacağam. Burada problemlər yaşayacaqsanmı? Bəli. Burada vaxt tez keçəcək, sən həyəcanlanmağa başlayacaqsan, çatdıra bilməyəcəksən, daha da stresə düşəcəksən. Bəs bu sənə nə qazandıracaq? Bu sənə imtahan öncəsi stresi necə idarə etməyini qazandıracaq. Bu sənə nə öyrədəcək? İmtahana qədər sən artıq o stresi, o həyəcanı, o təşvişi yaşamış olacaqsan və artıq sən imtahan zamanı sənə gələn o təşviş, o həyəcan sıradan bir vəziyyət olacaq və sən artıq daha o təşvişlə, həyəcanla tanış olduğun üçün səni o qədər də qorxutmayacaq. Və sən nə etmiş olacaqsan? Sən 6 ay düşünmüşsən artıq, sən 1 ay düşünürsən və artıq sən rahatda olmayacaqsan və sən artıq sabah eləyərəm düşüncəsini özündə nə etməyəcəksən? Formalaşdırmayacaqsan. Ona görə əziz dostum, nəticənin uğurlu olmasını istəyirsənsə, gələcəyinin daha parlaq olmasını istəyirsənsə, bir ay metodunu özünüzə tətbiq edin. Bu, mən sizə əminliklə deyirəm ki, bu çox möhtəşəm bir texnikadır, bu çox möhtəşəm bir vəziyyətdir ki, sizi imtahana möhtəşəm şəkildə hazırlaşdıracaq. Ona görə də əziz dostlarım,